Bəzi insanlar niyə pislik etsə də çox rahat yaşayır? Bu sual insanın içində ədalət hissini sarsıdır. Pislik edənlər pul qazanır, güc qazanır, heç nə olmur kimi görünür. Bəs niyə? İslamda cavab çox dərin və sadədir. Rahatlıq Allahın sevgisi demək deyil, çətinlik də Allahın nifrəti demək deyil. Quranda buyrulur, onlara möhlət veririk ki, günahları artsın. Bəzən pislik edən insana verilən rahatlıq əslində bir imtihana bərabərdir. Bu dünyada çox yaşayan, çox qazanan, çox güclü görünən zalım insan əslində özünü uçuruma aparır. Allah ona vaxt verir, amma bu cəzasızlıq deyil, cəzanın böyüməsidir. Yaxşı insanların çətinlik yaşaması isə Allahın onları sevmədiyini göstərmir. Əksinə, Allah sevdiyi bəndənin imtihanını artırır ki, dərəcəsi yüksəlsin. Sadə bir həqiqət var. Bu dünya nəticə yeri deyil, nəticə axirətdədir. Pislik edən rahat görünə bilər, amma rahatlıq əbədi deyil. Ədalət gecikmiş kimi görünür, amma heç vaxt qaçmır.